deyiləcək sözlərim vardı, ürəyimdə qaldı. Mübarək olsun. Mənim bir vətənim var, Azərbaycanım, doğma diyarım. Ana, ben şehit oldum, yerim güzeldir, tekir ağlama. Canım Ağlama. canım sevgilim, bağışla beni, seninle koydum. Ana. Salam əziz Səda televiziya izləyiciləri. Yenə biz ənənəvi olaraq şəhidlərin sorağı ilə gəlib Mingəçevir şəhərinə çıxmışıq. Bu gördüyünüz sükut dolu aləm Mingəçevir şəhərinin şəhidlər xiyabanıdır. Burada yüzlərlə şəhid uyuyur. Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən, öz canlarını fəda edən şəhidlərimiz bax gördüyünüz buralarda uyuyur. Mingəçevirin 400'e yaxın şəhidi var. Allah hamısını rəhmət eləsin, Allah hamısını qəni-qəni rəhmət versin. Onlar öz canlarını, şirin canlarını bizim balalarımızın firavan yaşaması uğrunda verdilər. Rayonunun Tapqaraqoyunlu kəndi istiqamətində döyüşlərdə iştirak edir. Suqovuşanın ətraf ərazilərini, eləcə də düşmən mövqelərinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edir və vətən uğrunda, torpaq uğrunda şəhadətə yüksəlir, şəhidlik məqamına yüksəlir. Düzdür, Musanın şəhid olmasından onun qardaşı Turalın xəbəri olmur. Bizləri də belə deyək, məyus edən hisslərdən biri də odur ki, qardaşların bir-birinə xəbərsiz şəhid olması əlbəttə ki, ailəni daha çox üzdü. Mən həmişə qeyd edirəm ki, Mingəçevir yeganə respublikada şəhərdir ki, 2 ailə 4 oğlunu bu döyüşlərdə şəhid verib. Musa xidmət etdiyi hərbi hissə qarşısında qoyulan tapşırığı, vəzifəni şərəflə, vicdanla yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Vətən uğrunda medalı, cəsur döyüşçü, Suqovuşanın azad olunmasına görə medalı və eyni zamanda 3-cü dərəcəli vətənə xidmətə görə orden ilə təltif edilib. Bugün Musa'nın və eyni zamanda Turalın adı onların yaşadığı Günəşli yaşayış masivində Şuşa adı ilə əbədləşib. Bugün biz onları artıq Tural və Musa qardaşları kimi tanıyırıq və bir ömür boyu onlar bizim xatirələrimizdə elə Tural və Musa qardaşları kimi yaşayır və bundan sonra da yaşayacaqdır. Musa özü, belə deyək, Musa'nın özünün şeir yazmaq kimi bir istedadı, bacarığı olub. 2024-cü ildə biz şəhidlərimizlə bağlı bu illər ərzində, ötən 5 il ərzində belə deyək, müxtəlif tədbirlərdə iştirak etmişik. 24-cü ildə Azərbaycan Slavyan Gənclər Assosiasiyasının dəstəyi ilə Musa'nın yazdığı o şeirlər bir çap halına gətirildi və Gəl sənə bu dünyadan bir yerdə köçək adlı kitabı çap olundu və o bizim şəhid ailələrinə və digər izləyicilərə paylandı. Dəyərli şəhid ailələri, hörmətli ziyarət iştirakçıları, bir neçə gündən sonra biz tarixi Zəfər qələbəsinin 5-ci il dönümünü qeyd edəcəyik. Bilirsiniz ki, Zəfər günü Azərbaycan Respublikasında 2-ci Qarabağ müharibəsində əldə edilmiş qələbəyə şərəfinə təsis edilibdir. Biz 44 günlük vətən müharibəsində torpaqlarımızın bir çox hissəsini işğaldan azad etdik. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayon mərkəzləri və onların kəndləri, eyni zamanda Suqovuşan, Talış kəndi və bizim tarixi, belə deyək, qədim Şuşa şəhəri işğaldan azad olunması düşməni, belə deyək, bir biabırçı məğlubiyyətə düçar etdi. Yəni Şuşanın azad olunması ilə artıq sözün həqiqi mənasında düşmən təslim oldu və 10 noyabr bəyanatı ilə 3 dövlət arasında imzalanmış bəyanatla artıq onlar öz məğlubiyyətini etiraf etdilər.
Biz onları televiziyada da belə deyim, müşahidə etdik. 93-cü ildə bizim insanların məcburi şəkildə qovulması, köçürülməsi necə dünya dövlətlərinə göstərildi və eyni zamanda da onların sakit şəkildə çıxarılması. Yəni Azərbaycan əskəri birmənalı erməni də olsa erməni sakininə, vətəndaşına belə deyək, silah işlətmədi. O ancaq döyüş meydanında onların belə deyək, o qeyri-qanuni silahlı birləşmələri ilə döyüşdü və tarixi zəfər qələbəsini əldə etdi. Ruhları şad olsun hamısının. Biz inanırıq ki, onların ruhları şaddır və torpaqlarımız azaddır. Allah hər birinizə səbir versin, dözüm versin. Sağ olun, diqqətli olun. Hörmətli tədbir iştirakçıları, əziz qəhrəman analar, qəhrəman atalar, xahiş edirəm, hamınıza müraciət edirəm. Yəni mən həmişə vurğulayıram ki, atalar vətənpərvərdir. Atalar qəhrəmandırlar ki, onlar belə gözəl oğullar dünyaya gətirib, dünya tərbiyə ediblər, vətənpərvər həvəsi ilə böyüdüblər. Mən sizə hələ başlamamışam qabaq, adi vətənpərvərlik deyəndə sizə bir misal üçün dünən özüm şəxsən gördüyümü deyirəm. Gözəl Məşədi xanım, gözəl Nəhayət ana. Dünən mən sizə gələndə sənin nəvən, Allah saxlasın, oğlun, demək gəlib mən əlimdən tutub, o bildi ki, mən qara geymişəm, şəhid anasıyam. Əlimdən tutub mənə maşından çürtdü. Məni düz ananın yanına kimi, nənəsinin yanına kimi apardı. Bu bilirsiniz nəyə görə mən bunu deyirəm? Həqiqətən də ata vətənpərvər olub, vətənpərvər oğul yetişdirdi və bu günlərimdə qəhrəman oğlumuzun evladı vətənpərvər böyüyür. Bax, bu valideynlərdən çox asılıdır. Qaldı ki, əziz analar, mən hər zaman çox çıxışlarımda keçmişə qayıdıram. Nə üçün qayıdıram? 90-cı illərə qayıdıram. Hansı ki 90-cı illərdə özünüz bildiyiniz kimi o illərdə yəni bizim xalqı nətəri Rusun 366 alayı üstündən keçər o ağır tanklarla suları qan əvəzinə axdı şəhərdə. Onlar elə başa düşür ki, bizim millət qorxacaq, bizim millət geri qalacaq. Amma çox təəssüflər ki, bizim dəliqanlı oğlanlarımız, bizim qeyrətli oğlanlarımız 90-cı ildən sonra ayağa qalxdılar. Könüllü olaraq öz evlatlarını evdə qoyub, öz cavan canlarını qıyaraq hamısı müharibəyə, vətənimizə. Həmin ildə əgər 5 il müddətində, 6 il müddətində torpaqlarımız qarnında o oğlanlarımız rəhmətə getməsəydi, bəlkə də bugün biz çox əziyyətlər çəkərdik. Lakin Əziz analar, atalar, Allah'tan hər birinizə səbr arzu edirəm. Allah hər birinizə can sağlığı versin. Biz neçə ki varıq, balalarımız yaşayacaq. Balalarımız 30 illik həsrətə son qoydu. O erməni qəsbkarlarından torpaqları azad edildi. Balalarımız ruhşad olsun, məkanlar cənnət olsun, valideynlərine səbir dözüm versin. Allah'tan hər birinizə can sağlığı, uzun ömür arzu edirəm. 27 sentyabr 2020-ci il tarixində Ulu Öndər Heydər Əliyev siyasətini layiqincə yerinə yetirən Ali Başkomandan İlham Əliyev cənablarının bir əmri ilə bir bayraq altında dəmir yumruq olaraq hər kəs ermənilərin məğlub edilməz mefini 44 günə məhv etdik və bu cənab prezidentimizin bütün peşələrə diqqət yetirdiyi kimi biz hərbiçilərin peşəsinə də çox diqqət yetirirdi və peşəkar hərbi qulluqçuların yetişdirilməsinin nəticəsində torpaqlarımız azad olundu. Yəni mən buradan bütün şəhid ailələrinə, Mingəçevir qaziləri adından və millət vəkili Aydın Mirzadə adından başsağlığı diləyirəm, səbir diləyirəm və Allah bütün şəhidlərimizə rəhmət eləsin. 44 günlük müharibədə Musa Tapdığoğlu Həsənov böyük qəhrəmanlıq göstəribdi. Bu 44 günlük müharibə bütün dünyaya səs saldı. Bütün ölkələr artıq həmin müharibənin nailiyyətlərini öyrənir və öz gələcək təqiblərində istifadə etməyə çalışırlar. Deməli, müzəffər
Azərbaycan ordusunun ən parlaq nümayəndələrindən biri də Musa qardaşımız olub, bacımız oğlu olubdur. Nəhayət xanım bizdə işləyir. Nəhayət xanımın bu əzab əziyyətini biz hər gün görürük, hiss edirik. Ancaq neynəmək olar? Vətən uğrunda həlak olanlar ölmürlər. Onlar əbədiyyətə qoşulurlar və qəhrəman kimi hər gün sıralarımızı aramızda olurlar. Allah rəhmət eləsin. Allah yeri behişt olsun. Vətənimiz sağ olsun, ordumuz sağ olsun. Müzəffər Ali Başkomandanın yoldaşların dediyi kimi həmişə diqqət yetirir şəhid ailələrinə və o cümlədən də demək yerlərdə də bizim müqəddəs borcumuzdur ki, həmişə Nəhayət xanımı axtaraq, həmişə Musa qardaşımız kimi digər şəhidlərimizi belə yad eləyək. Allah rəhmət eləsin. Şəhid Musanın qızı Rüqəyyənin atasına şeiri var, inşallah onu desin, dinləyək. Deyir ki, atalar atasa dönməsin, övlad başı üstə bayraqdır ata. Heç kəsin çırağı vaxtsız sönməsin, övladı şöləli çıraqdır ata. Ya Allah, Allah şəhidimizi rəhmət eləsin, ruhunu şad eləsin. Cümlə şəhidlərimizi burada yatan cəmi şəhidlərimiz ruhları şad olsun inşallah. Və bir neçə Quran ayəsi oxuyaram əziz şəhidimizin ruhuna, bütün şəhidlərimizin timsalında inşallah. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. يسبح لله ما في السماوات وما في الأرض الملك القدوس العزيز الحكيم. Burada bizim dəyərli şəhid valideynləri, şəhid ailələri iştirak edir. Sizlər hər biriniz bizim kutsal əmanətlərimizsiniz. Qazi qardaşımız da burada çıxış elədi. Gördüm yəni müharibədə aldığı yara nəticəsində əziyyət çəkirdi. Yəni dayandığı yerdə onun mən ağrılarını hiss eləyirdim. Yəni hətta telefonla da rahat görsən ki, idarə edə bilmirdi. Deyəsən sol qolu daha çox yaralı onun. Qazimizin elə gördüm əlində. Allah şəfa versin bütün qazilərimizə. Onlar da bizim canlı şəhidlərimizdir. Burada bizim şəhid elinin atası Nəcəf kişi buradadır. Buyurun Nəcəf. Allah hamından qəbul eləsin. Nəhayət xanım, mən sənə nə deyim? Mən söz tapa bilmirəm, mənim sözüm qurtarıbdır. Mən hamından üzr istəyirəm. Mənim də bir dənə oğlum vardı, 18 yaşında. Heç 19 yaşı olmadı. O oradan anasına bir dənə söz dedi. Dedi, ana, mən şəhid olsam, yüzümü başını cırıb məni biabır eləmə. Onun anası həqiqətən onu heyrədə qəbul elədi. Yenə deyirəm, ayrı mən nə deyim ki, mən nə deyim? Allah hamımıza səbir versin. Allah hamının məqamını uca eləsin. İmam Hüseyin ağa ilə məşhur eləsin. Sağ olun. Əsas sözü müharibədə sizin balalarınız deyib, əməli şəkildə. Onlar öz sözlərini deyiblər, əməli şəkildə. Allah onlara rəhmət eləsin. Məqamları âli olsun inşallah. Allah sizləri qorusun. Dünya Azərbaycanlıları. Biz bugün Mingəçevir Şəhidlər Xiyabanında daha bir qəhrəmanımızla burada atası ilə tanış olduq və söhbət əsnasında oğlunun qəhrəmanlığından danışdı və həqiqətən də çox diqqəti cəlb elədi. Biz də elə xahiş elədim ki, gəlib burada ziyarət eləyək. Ata öz oğlu haqqında, öz xatirələrini danışsın, qəhrəmanlığı haqqında. Bizim xəyal balamız Naxçıvanda hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıdandan sonra o dayanıb dura bilməyib. O deyib ki, mən hərbi həyatı seçəcəm və maxi kimi xidmətə qayıdıb antiterror hadisələrində şəhid olub. Buyurun, öz atasının dilindən eşitmək daha yaxşı olardı. Siz də oğlunuz haqqında buyurun, xatirələrdən danışın. Hoş gəlmişsiniz. Bu şəhidlər xiyabanına şəhidlərimizi ziyarət edirsiniz. Allah köməyinizdə dursun. Mənim balam Naxçıvanda suluş eləyib, elə orada qalmaq istəyirdi. Mən narazılıq elədim ki, ananın gözü yoldadır və getmirsən, bir dənə nə ora gedə bilirik, nə gələ bilirik. Dedi, yox, yaxşı, mən qaydım gəlim, sonra bunu mən dura bilməyəcəm. Qayıtdı, gəldi, 1-2 ay evdə qaldı, dedi, mən dura bilmirəm, vətən məni çağırır, mən dözə bilmirəm bu haqsızlığa. Onun dayısı da, xalası uşaqları da orada maxir kimi işləyirlər.
qoşuldu onlara, getdi komanda üzrünə yazıldı. Kursları əla ilə keçdi. Sonra Türklərin dron kursuna yazıldı. Onları da birinci ilə şeylədi, keçdi. Mən də hələ biraz acıqlandım ki, bala, səndən orada ayrı şey yox idi ki, birinci yerə çıxar. Dedi, ata, sən bilirsən bu birinci yerə çıxmaq nə deməkdir? Belə onunla da özündən fəxr edirdi. Özü də idmançı idi. 13 dənə medalı var idi judodan. Birinci yer, ikinci yer, üçüncü yer. Hələ gedirdisə bu uşaq elə bir ki, qəhrəmanlıq göstərirdi. Mənim özümdə belə qalırdım ki, deyirdim mən bu uşaqlığından mən də şey olmuşam, amma da bunun səviyyəsində olmamışam. Mən 80-cı ildə olimpiyadaya çöv qalmışam Azərbaycandan, akademik qrevliyadan. Bu uşaq elə bir ki, çox belə mərd, qəhrəman, çox mərfətli, qanacaqlı. İnanırsınız, o mənə bir dənə söz qaytarmayıb ki, bu belə oldu, belə oldu. Nə deyəndə deyir, baş üstə, can, mən gedirdim. Yəni, döyüşlərdə də qəşəng iştirak edibdi. Düşmən mövqeylərini, düz birini onların bunkerin içinə atıbdı. Onun döyüş yoldaşları onların meyitlərini göstərirlər. Bir də ki, bir şeydə səngərdə duran erməni şeylərini düz başlarının üstə 8 metrdən fırtladı. Onu da anasından paylaşır ki, ana, narahat olmayın, hər şey yaxşı olacaq. 2 dronum vardı, ikisini də vurdum ermənilərin başına. Gedirəm dron dalından, dron gəldi. Ondan bir yarım saat sonra yəni ki, tərdən dronu qaldırıb gedəndə dinamik atır. Bu yox, uşaqlar. Qisməti buymuş, gəlib başına. Şahidət qalıbdır. Məqamları uzun olsun. Əxsən belə qəhrəman evlatlarla bir fəxr etməliyik. Fəxr eləməliyik ki, bizim belə evlatlarımız var. Amma düzdür, bir də ağırdır belə şeyləri danışmaq. Amma ki, yenə də fəxr edilməsi evlatlardır. Düşmənin başını əziblər. Vətən müharibəsində biz qələbə qazandıq. Bugün alım günüdür, qəhrəmanları aldık. Vətən müharibəsində biz qələbə qazandıq. Bugün anım günüdür, qəhrəmanları andıq. İndi Azad Qarabağ günbəgün abadlaşır. Mənim qədim torpağım sənə bu çox yaraşır. Tarix yazdı igidlər, hamısı əzizimizdir. 44 günlük müharibə şanlı tariximizdir. Bizə zəfər yaşatdı igid oğullarımız. Hər birini anırıq, minnətdarıq hamımız. Dəmir yumruq düşmənin mənfur başını əzdi. Düşmənlər Qarabağda daim qala bilməzdi. Yaşa, sən çox yaşa, alqış min kərə alqış. Ey vətən oğlu, düşün, bil ki sənindir bu vətən. Sabahın, həm bugünün, həm dünənindir bu vətən. Sənin öz dövlətin, öz millətin, öz cəddin var. Vətən uğrunda ölənlər ölümündən doğular. Biz vətən məzlunu, el aşkısı əskərik. Biz vətən namine ölsək, dirilərdən dirik. Mənim öz ulduzumu bağrına basmış hilalım. Dedi öndər, yönü bayraqdakı uçrəkdən alım. Sən bu gül bayrağın altında məramınca yaşa. Qoyma düşmən nəfəsindən ona çirkab bulaşa. Sənin öz bayrağının kölgəsi cənnətdir sənə. Günəş hər gün doğur ancaq içimizdən vətənə. Bizim iqlabımızı yazdı qılıncın kəsəri. Bizi biz etdi dədəm qorxu Oğuz namələri. Ey Azərbaycanımız, Türkün Oğuzlar vətəni. Əl oğullar, əl gidlər, kişi qızlar vətəni. Sənin haqqındır azadlıq, sənin eşqindir iman. Tapına haqqı və insanlığa haqdan doğular. Bəşərin dərdini öz dərdi bilib millətimiz. Bizim öz niyyətimizdən doğulub hürriyyətimiz. Doğullarımız səlləh oldu. Düşmənə toy divanında tutuldu. Partladı silahlar, gürladı toplar. Vətən torpaqları azad olundu. Döyüş meydanında verildi cavab. Məhv oldu, yağı gücü qalmadı. Cıdır düzündə yollu gedənlər. Əbədi rədd oldu, izi qalmadı. Saltı zirvəyə mənim güdlərim, mənim əllərim. Çöktü qarşısında əli uzunlar. Hər qarşıdadır az zəfərim. Qurbandır canımız torpağımıza.
Her qarı küçükdir, ana vətəndir. Sonatalardan iki dağlar, afra döyüşləri birim dahandır. 8 il böyük oğlum, vətən 18 ay qoruya bilmədi. Hər gün, hər gecə gözlədiyi olur, oğul bir daha dönə bilmədi. Neçə evin çırağı söndü, çox körp atasını görə bilmədi. Ananın həyatı zülmətə döndü, oğul bir daha dönə bilmədi. Vətənin yolu açıldı, bağlanmış qolu açıldı, dünyaya zəfər saçıldı. Sən qalibsən Azərbaycan. Xarı bülbül sevindi, Şuşada azam verildi, düşmənin yaman yenildi. Sən qalibsən Azərbaycan. Azərbaycan, Azərbaycan. Ey qəhrəman övladı şanlı vətəni. Səndən ötürü qan tökməyə cümlə qazıyız. Səndən ötürü qan tökməyə cümlə qadiriz. Üç rəngli bayrağınla məsut yaşa. Üç rəngli bayrağınla məsut yaşa. Minlərlər can qurban olduq, sinər hərbə meydan olduq. Hüququndan keçən əskər hərə qəhrəman oldu. Sən olasan Gürcüstan, sənə hər an can qurban. Sinəndə mərhəbbət, sinəndə tutmuş məkan. Namusunu hiss etməyə, bayrağını yüksəltməyə. Şanlı vətən, şanlı vətən. Azərbaycan, 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 Azərbaycan. Vətənin dar günündə xalq yumruq təşbir oldu. Azad oldu torpaqlar, birliklər qalib oldu. Yeni tarix yazıldı. Qəhrəman adlarından ellər dastanı oxudu. Tarix yazanlarından səma aydın bulutsuz, dağların yazdığı göyü, qanla alınan torpaq, canla qayıtdığı geri. Salam, hörmətli Sədat televiziya izləyiciləri və bütün dünya Azərbaycanı. Bugün biz daha bir ali məqamda Mingəçevir Şəhidlər Xiyabanındayıq. Bəli, burada 400-dən çox bizim şəhid balalarımız uyuyur. Mən bir şeydə qeyd eləmək istəyirəm ki, bu Mingəçevir şəhərində həqiqətən şagirdlərin şeir demələrini gördüm. Bunlar çox böyük coşku ilə şeir deyirlər. Yəni vətənpərvərlik hissi bu rayonda çox yüksəkdir. Bunun başqa bir nümunələri də var. Burada Sevinc ana var. İki oğlun qurban vermiş vətən uğrunda. Yəni erkən vaxtlarından yoldaşını itirib, özü min əzabla, əziyyətlə, süpürgəçiliklə iki övlad böyüdüb və vətənə qurban verib. Bu cür bizim qəhrəmanlar diyarıdır Mingəçevirimiz. Nəhayət anamız var. Nəhayət anada iki oğul böyüdüb, Tural və Musa qardaşları. Hər ikisini vətənə qurban edib. Biz nəhayət haqqında danışmışdıq əvvəllərdə. Ümumiyyətlə biz tarix boyu görürük ki, Azərbaycan milləti həmişə qəhrəmanlıq göstərib. Ölkəmiz, obamız həmişə darda olanda bizim qəhrəman balalarımız həmişə günəş kimi parlayıblar. Bunların o necə deyirlər, nümunələri də bizim göz qabağındadır. Amma bizim şəhidlərimiz yüksək məqama çatdılar. Onlar Azərbaycan durduqca, Azərbaycan yaşadıqca əbədi yaşayacaqlar. Azərbaycanın tarixini, Azərbaycanı dünyaya tanıtdırdılar. Biz bilirik ki, şəhidlər həmişə sağdılar, onlar Allah dərgahında həmişə yaşayırlar. Biz onları unutsaq, biz öləcəyik. Yəni necə ki, bunu biz tarixdə də görmüşük. Bir vaxtlar Bakıda Dağüstü Park əyləncə yerinə dönmüşdü. Amma görürsünüz, zaman keçəndən sonra 90-cı ildə başımıza gələn faciələr yenə də həmən yer şəhidlər xiyabanı oldu. Allah bizləri həmişə bir eləsin, mehriban eləsin. Mingəçevir şəhərinə də həmişə gözəl, xoş günlərə gəlir. Burada bizim şəhid valideynlər də var, Bakıdan gəliblər. Bunları nəhayət ananın balalarının tədbirinə, anım gününə Allah hamısı var eləsin. Allah sizləri qorusun, Allahın amanında olasın inşallah. Dəyərli izləyicilər, biz həmişə haqqında danışmışdıq. Bir ailənin iki övladı, hər ikisi şəhid, İslam və Əli qardaşları. Amma qəbri şərifinin yanından ilk reportajımızdır.
evlərində olmuşduq, reportaj vermişdik evlərində. İndi isə həmin qəhrəmanların məzarlarının yanındayıq. Bu müqəddəs məkandayıq, Mingəçevir şəhərində. Azərbaycanımızda 2 rayondur ki, bir Leriş rayonunda 2 ailə var ki, bir evdən 2 övlad şəhid, bir də Mingəçevir rayonunda var, bir evdən 2 övlad şəhid. Əli və İslam qardaşları, bu qardaşların bacıları da olmayıb. Amma Tural'la Musa balalarımızın, onlar da 2 qardaş şəhiddir, onların yəni yoldaşları var, balaları var. Amma Əli ilə İslam bunlar subay olurlar ikisi də və özlərin vətənə qurban veriblər. Peşəkar hərbisi olurlar. Allah bir daha ölkəmizə, obamıza müharibə qismət eləməsin. Həqiqətən də çox ağır dərddir. Biz Sevinç ananın yanında da olmuşuq, ziyarətində olmuşuq, evində olmuşuq. Yəni ki, o ana baxırsan, bilmirsən ki, nə cür eləyəsən ki, bu ananın yarasına məlhəm olasan. Əli qardaşımız burada uyuyub, İslam qardaşımız isə bir məzar arası var. Çavuş Məhiyyəddin Yaşar oğludur. Allah rəhmət eləsin bütün şəhidlərimizi. İslam qardaşımız isə burada uyuyur. Çəkiliş zamanı gördüm, bir uşaq gəzir, bayaqları görmüşdüm, uzaqlayıb öpmüşdüm. Bir daha bağırma basıram gözəl balanı. Bu bizim Tural balamızın övladıdır. Tural və Musa qardaşlar. Bayaqları anım günüdür, nəhayət anıyla bir yerdədir. Orada da soruşdum, uşağı gördüm, soruşdum. Dedilər, bəs Turalın övladıdır. Allah sizləri var eləsin, Allah başınızı eləsin. Bizim burada bir qəhrəmanımız da dayanıb. Dedi, bəli, mən də 20 yanvar hadisələrinin iştirakçısıdır. Azərbaycan bayrağı ordeni ilə təltif olmuşsunuz, səhv eləmirəmsə. Həbib müəllim, Zeynallı Həbib. Buyurun, siz də bu şəhid balalar haqqında. Mən şəxsən öz adımdan Nəhayət anaya, Sevinç anaya Allahdan səbir diləyirəm. Bütün Azərbaycan şəhidlərinə, analarına, atalarına Allahdan səbir diləyirəm. Mən bugün şəhid Musanın il dönümüdür. Mən Sabirabad rayonuna gəldim şəhidimizi ziyarət eləməyə. Mən Turalın oğlu ilə şəhidləri ziyarət edirdim. Hətta gəldim, gördüm bu bizim hörmətli qardaşımız burada çəkiliş aparır. Sevinç ananın 2 qəhrəman evladı Əli və İslamın çəkilişini aparır. Sevinç ananın dili ilə düşür. Sarı balam, qara balam. Mən evlərindəki böyük plakatda da yazıb. Sarı balam, qara balam. Ananın mənə bir sözü oldu ki, siz onu belə deyərsiniz. Qara balam, sarı balam. Mən də bugün gəldim Musanın il dönümü ilə əlaqədar. Gəldim ananın yanında oldum. Dekabr ayının 9-u da Həsənov Tural Tapdıqoğlu'nun il dönümüdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bildiyiniz kimi biz bu günləri Mingəçevir şəhidlər xiyabanındayıq. Burada da bizim 400-dən artıq şəhidlərimiz uyuyur. Biz hal-hazırda Niyazi Şahveladoğlu İskenderov'un qəbri şərifinin yanındayıq. Burada bizim Niyazi balamızın valideynlərinə rastlaşdıq. Atası buradadır, anası buradadır. Bir də qeyd etmək istəyirəm ki, bizim şəhidimizin dayısı da itkin şəhidlərimizdəndir. 1-ci Qarabağ Savaşında şəhid olub 93-cü ildə. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Şəhidlərimizin haqqında, atasının, anasının dilindən şəhidimiz haqqında məlumatlar alacağıq inşallah. Ətraflı danışarsınız şəhidimiz keçdiyi yol haqqında. Onun ailədə hansı xüsusiyyətlərlə seçilirdi? Məktəbdə hansı xüsusiyyətlərlə seçilirdi? Buyurun. Bəli, siz də salamlayıram, sizi xoş gəlibsiniz. Sağ olun. Sağ olun ki, şəhidlərimizi axtarırsınız. Bəli, mənim qardaşım 93-cü ildə Füzuli döyüşlərində Qızılqaya yüksəkliyində itkin düşüb. Mənim balam da onun davamçısı olub. Həmişə deyirdi ki, mən daimlə fəxr eləyirəm. Mən daimlə fəxr eləyirəm. O özü işləyirdi, işi var idi. O hərbini sevib, seçib, hərbiyə öz könüllü gedib. 2014-cü ildə hərbiyə daxil olub, işləyib. 2015-ci ildə postu təhvil verən vaxtı, yoldaşına təhvil verən vaxtı o snayper gülləsindən sağ tərəfdən boşluqdan güllə dəyib, kürəkdən çıxmışdı. 3 ay Papalində hospitalda yatdı, sağaldı. Yenə işini davam elədi. İşini davam elədi. Aprel döyüşlərində, 2016-cı ildə aprel döyüşlərində yaralandı, qazi oldu. Yəni qazi olmağına baxmayaraq onun
çıxartdılar. Ona dedilər ki, yəni sən daha pensiyaya çıxa bilərsən. O dedi, mən çıxmıram. Mənim balam dedi, çıxmıram, mən işimi davam eləyəcəm. İşini davam elədi, döyüşdü, əskərlərini öz balaları kimi qorudu, göz bəbəyi kimi saxladı. Axırda həmişə gəlirdi, deyirdi, mən də gələcəm, tezliklə gələcəm sizin yanınıza. 44 günlükdə başınıza dönərəm. 44 günlükdə mənim balam lap qəhrəman bala oldu. Sentyabrın 30-unda yaralı gətirdilər Mingəçevir xəstəxanasına. Bir gecə qaldı. Mingəçevirdə qaldı. Səhərsi bizdən xəlvət. Biz bir gün axşama kimi xəstəxananın həyətində onun yanında o 2-ci mərtəbədə palatada biz həyətdə yerdə onu gözləyirdik. O bizi evə göndərib bizdən xəlvət çeyitmə iynələrdən vurdurub yenə gedib. Bir də sonra eşitdik ki, gedibdi bizdən xəlvət. Nəysə. Allah rəhmət eləsin ana, Allah başınızı uzun eləsin. Bəli. 38 yaşında, bilirəm, 38 yaşında ölümsüzlüyün ən yüksək zirvəsinə, şəhadətə yetişib. Bəli. Sonra da oktyabrın 3-ü 44 günlük müharibədə oktyabrın 3-ü gecə saat 12-də bizə zəng elədi ki, sevinə-sevinə ana, tapın görün mən hardayam. Mən dedim, bu anan ölsün, müharibədir da, nə bilim, hansı tərəfdəsən, özün denən. Allaha and olsun, elə sevinirdi, elə bir ki, bütün Azərbaycanı hamısını öz almışdı, elə sevinirdi. Dedim, harda olursunuz olun bala, bir dənə özünüzlə müğayət olun. Nəysə, danışdıq, biraz o yan bu yan, dedim, səhər atan gedib kontrol yürüyəcəksən, sən bizlə həmişə əlaqə saxla. And olsun Allaha, belə tapşırırım. Sonra Tasımla danışdı. Tası da dedi ki, yəni bizlə tez-tez əlaqə saxla da, biz yığa bilmirik. Nəysə, səhər elə bil ki, atası kontrollarını yüklədi. Mən elə bil ki, abeddən qabaq zəng elədim ki, görüm çatıbdım da, telefonları yüklənib. Zəng çatmadı. Dedi ki, xət məşğuldur. Dedim, yaxşı, sonra eləyərəm. Sonra elə bil ki, abeddən sonra mən ona bir də zəng elədim. Hardasa saat 3-4 saat olardı. Sonra dedi ki, bu nömrəyə zəng çatmır. Çatmır. O çatmaq, bu çatmır. Elə də balamla ondan sonra heç bir məlumat bilmədik, heç nə bilmədik. Tez-tez zəng elədik, zəngimiz açmadı. Həmin günü, oktyabrın 4-cü günü Mingəçevirə atmışdılar. Raket. Eləcə deyirdim, ay Allah, heç dayanmaz axı, niyə heç bir zəng eləmir və eşidək ki, Mingəçeviri atıblar, nəcəf heç bizə zəng eləmir ki, yəni ki, əlaqə saxlamır. Uşaqlarına zəng elədim, soruşdum ki, ay Ömər, ata zəng eləyir sizə, dedi, yox nənə, bizə də zəng eləmir. Dedim, yox, yox. Buradan hesab var, o heç dayanan deyildi, dəqiqə dayanmazdı. Ona tez-tez bizdən məlumat bilirdi, uşaqlarından bilirdi. El ondan oktyabrın 9-una qədər biz heç bir şey bilmədik, heç bir məlumat bilmədik. Oktyabrın 10-u axşamı saat 10-da bizim yekişçimiz gəldi, atanı vaynkomata gətirdi. Orada vaynkomat demişdi ki, bəs belə-belə, sizin uşağınız şəhid olub. Oktyabr 10-u gecə saat 10-da. Elə səhər saat oktyabrın 11-i səhər saat 8-də balamı bizə hədiyyə gətirir. Allah cəm şəhidlərimizin yerini cənnət eləsin. Allah sivarlasın ona. Bayaqdan biz özümüz də şahid oluruq ki, neçə dənə ailələrdir ki, görürsən əksəriyyətində ya əmisi oğlu, ya qardaşı, ya atası döyüşçü olur, qazi olur. Bunlar əlbəttə o qandan, gendən gələndir. Bir də ki, bunları yetişdirən mühitdir. Yəni Allah sizləri var eləsin. Allah canınıza dəyməsin. Allah qardaşınıza da rəhmət eləsin. Allah sizə səbir versin ana. Amma siz bilməlisiniz ki, bu balalarımız bizim ölümsüzlüyün ən yüksək zirvəsi olan şəhadətli zirvəsinə yüksəliblər. Allah sizləri var eləsin. Allah köməz olsun. Atamız nə danışacaq şəhidimiz haqqında? Buyur. Hər birinizə təşəkkür edirəm. Ana danışdı. Yine bizim o 3 dəfə yaralanıb, yine dönmüşdü. Manga komandiridir, 14 nəfər mangası var idi. Həmişə Tabirçiliyində 114 nəfər oldu. 14 nəfər. Manga komandiridir. Elə uşaqlar təkdir deyib dururdu. Dedim, valla özünün 2 oğlu var da. Oğlanların fikirində Allah şükür onun yəsi tapılar. Dedi, yox, mütləq getməliyəm. Nə qədər o vəziyyətdə yaralı,
da tanış tibb bacısı var idi. Səhərə kim deyir, Oğlanların neçə yaşı var? biri universitetdə 2-ci kursda oxuyur, bir də 10-cu sinifdə oxuyur. Allah korusun. Amin, amin, amin. Buyurun, buyurun. Yəni Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Sizə təşəkkür edirəm, gəl elə axtarırsınız. Çox sağ olun. Borcumuz. Sizə də uğurlar olsun, canınız sağ olsun. Biz də tələssürük etməliyik, amma xahiş edirəm ki, şəhidimiz haqqında ola bilməz ki, hansısa bir onun seçilən xüsusiyyəti olmayıb. Yəni ki, bu onun namuslu, qeyrətli olmalıdır. Bəlkə misal üçün məktəb vaxtında nəsə olur, bəlkə həyatında Allah qardaşı. yadda qalan bir də onun haqqında Bir o məsələ nə tərdimi, bəzilər dəqiq uşağın fikri tərifli, həqiqətən də çox mehriban. Mehriban, belə istiqanlı, valideynin sözünə baxan, ailə canlı, çox belə mehriban uşağı idi. Allah rəhmət eləsin, Allah sizin başınızı eləsin. Sağ olun. Nəcəf qardaşımız da şəhid Elnur atasıdır. O da 18 yaşında Cavaloğlu'nun qurban verib vətənə, vətənimiz uğrunda bizim Allah'ım sana rəhmət eləsin, məşanları cənnət olsun. bizim alnımız açılmasın. Bu cür balalar öz canlarından keçdi. Allah bizlərə də ömür versin, fürsət versin ki, sizlərin borcundan çıxa biləyik. Bax, bu ayaqları Nəcəf qardaşla gedəndə yol boyu deyirdi ki, mənim oğlum bəlkə də misal üçün başqa bir səbəbdən dünyasını dəyişsəydi, mən çox narahat olardım. Amma deyir, böyük təsəllidir mənim üçün. Bilirəm ki, oğlum şəhid olur. Yəni o məqamı, o dərəcəni dərk edir. Allah sizlərə var eləsin. Allah bir şey vurğulamaq istəyirəm ki, bu Mingəçevir rayonu düzdür, bizim də Cəlilabad rayonunda çox qədim tarixi olmasa da, amma buradan tarix yazan qəhrəmanlar çox çıxır. Həqiqətən də çoxdur. Burada 400-dən çox şəhid var. 400-dən çox burada şəhidlər olur. Yəni bu həm 1-ci Qarabağ savaşı, həm də 44 günlük aprel, yəni cəmi şəhidlər burada 400-dən çox burada şəhid olur. Həm də burada şagirdlərin mən o şeir söyləmələrini gördüm. Necə coşqulu, necə belə ürək açan şəkildə. Həqiqətən adam bu cür şeyləri görəndə ürəyi dağa dönür bu cür balaları ki, yəni unudulmurlar. Gəlir bura müqəddəs məkandır. Heç adam valla burada biz Mehman müəllim də bizim baş redaktördur. Bizim zəhmətkeş həmişə pərdə arxasında qalır. Həmişə Allah canınıza dəyməsin. Mehman müəllimlə belə danışdıq ki, bəs məscidə gedib gəlmək vaxtı itirəcəyik. Elə biz namazımızı bırakarlar. Elə burada ziyarətgahdır.